محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين، حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم محمد. اللهم صل على محمد وعلى علي أمير المؤمنين، وعلى فاطمة الزهراء سيدة النساء العالمين، وعلى حسن والحسين، وعلى علي بن الحسين، وعلى محمد بن علي، وعلى جعفر بن محمد، وعلى موسى بن جعفر، وعلى علي بن موسى، وعلى محمد بن علي، وعلى علي بن محمد، وعلى حسن بن علي، وعلى هدة القائم المنتظر المهدي. صل على محمد وآل محمد. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. يا عباد الله، أوصيكم ونفسي بتقوى الله. Əziz və dəyərli möminlər, artıq qeyd etdim ki, Zilhiccə ayındayıq və Zilhiccə ayının əvvəli də xüsusi bir günlə İslam tarixində qeyd olunur. Bu gün hansıdır? İmam Əli əleyhissalam və xanım Fatimə-i Zəhranın izdivac olunduğu gün. Zilhiccə ayının birinə təsadüf edir bu gün. Bu münasibətlə hər birinizi öncədən təbrik edirəm və ikinci xütbəni də məhz bu mövzuda danışmağı qərarı aldım. İmam Əli əleyhissalam və xanım Fatimə-i Zəhranın ailəsi. Bu haqda danışmalı olsaq, birinci onu qeyd etməliyik ki, yeganə ailədir bəşər tarixində ki, Adəmdən ta indiyə kimi, axıra kimi ki, hər iki tərəf, ailənin hər iki tərəfi məsum olsun. Həm Əli əleyhissalam məsum idi, həm xanım Fatimə-i Zəhra məsum idi. Digər ailələrə baxsaq, Peyğəmbər məsum olub. Düzdür, Peyğəmbərin xanımlarının yüksək dərəcədə olub xanımlar. Məsələn, xanım Xədicə məqam cəhətdən yüksək dərəcədə bir xanım olub, amma məsum olmayıb. Və digər əimmə ətharın həyatına da baxsaq, digər imamların da həyat yoldaşları məqam cəhətdən böyük şəxslər olsa da, amma məsum olmayıblar. Amma bu ailə yeganə ailədir ki, bunun təməli məsumiyyət üzərinə qurulub. Bunun təməli məsumiyyət üzərinə qurulub. Xanım Fatimə-i Zəhranın elçilik yaşı gəlib çatanda ona çox şəxs elçi düşdü. Çox insan elçi düşdü. Amma Peyğəmbər bunun müqabilində nə deyirdi? Deyirdi ki, mən ilahi vəhyi gözləyirəm. Allahın razılığını gözləyirəm. Yəni, bu mənim işim deyil, bu Allahın işidir. Bilirsiniz ki, kəbində belə bir məsələ var ki, qızın atasının razılığı şərtdir. Amma bu məsələdə necədir? Burada Peyğəmbər özü belə bu məsələyə qarışmır. Deyir ki, hətta mənim razılığım belə kifayət eləmir. Burada birbaşa xanımın qəyyumu Allahdır. Necə ki, Peyğəmbərə xanım Fatimə-i Zəhranı Kövsər olaraq əta eləyən Allah onun evliliyinin razılığını da özü verir. Özü qərar vermişdi. Bu səbəblə də bu evlilik ilahi bir evlilik idi. Allahın razılığına əsaslanan bir evlilik idi. Qeyd etdim ki, xanımın elçiliyinə gələnlər çox idi. Hətta qeyd olunur ki, bir nəfər xanım üçün elçiliyə gələndə çoxsu cürət tapırdı da. Biri var dövlətinə görə cürət tapırdı ki, mən var dövlətli biriyəm, Peyğəmbər mənə yox deməz. Hər bir cürə bir şeyə güvənərək gəlirdi. Elə bir ki, cürətsiz insanlar gəlib cürət tapırdılar. Gəlib Peyğəmbərə elçi düşəndə hətta biri qeyd olunur ki, biri Peyğəmbərə dedi ki, sən bu işə razı olsan, mən sənə yükü Misir kətanı olan 100 dəvə hədiyyə edərəm və 1000 dinar mehriyə olaraq verərəm. Sən bu işə razılıq versən və Peyğəmbərə bunu dedikdə, Peyğəmbər bunu hiddətlə qarşıladı. Dedi ki, mən var dövlət quluyam ki, sən mənə bunu təklif edirsən. Bu elə bir məsələdir ki, buna heç mən də qərar verə bilmərəm.
Baxın, Peyğəmbərin bu hərəkəti əslində bütün bəşəriyyət üçün nümunədir ki, bir şəxsin, gənclərin evliliyinə razılıq verəndə orada var-dövləti, məqam, mənsəbi nəzərə almamaq lazımdır. Birinci növbədə tərəfin təqvasına baxmaq lazımdır. Əgər bir şəxs təqvalıdırsa, şəxsiyyətli biridirsə, razılıq vermək lazımdır. Yoxsa var-dövlətə görə, hansısa mənsəbə görə götürüb qızı verərsən, daha sonra peşmançılığını çəkərsən. Amma qeyd etdim ki, çoxları cürət tapırdı. Əslində o cürətə, o həddə olmaya cürət taparaq gəlirdilər elçiliyə. Bu, şəxsiyyətsiz insanların xüsusiyyətidir. Amma Əli əleyhissalam nə edirdi? Həya edirdi, çəkinirdi gəlməyə Peyğəmbərin qapısına. Amma baxmayaraq ki, Həzrət Əli Peyğəmbərin evində böyümüşdü ya. Peyğəmbər onun qədər heç kimdən səmimi deyildi. Amma Peyğəmbər Həzrət Əli bu səmimiyyətdən sui-istifadə etmirdi. Bu şəxsiyyətli insanların xüsusiyyətidir ki, onlarla səmimi davranarsan, onlarla mehribanlıq göstərərsən, onlar daha da həya eləyərlər, utanarlar, daha da insana hörmət bəsləyərlər. Amma şəxsiyyətsiz insana biraz səmimi davranarsan, bundan cürət taparaq elə bilər ki, qarşısındakı ondan qorxur, qarşısındakı ya ondan nəsə əskiliyi var, cürət tapıb onun üstünə gedərlər. Amma gəlib Əli əleyhissalama dedilər ki, niyə Peyğəmbərin qızı üçün elçiliyə getmirsən? Dedi ki, mən kiməm, Fatimə kimdir? Mən heç onun kənizinə layiq deyiləm. Özünü elə bilirdi, o qədər özünü kiçildirdi. Amma Peyğəmbərdən ki, soruşmuşdular ki, Əli elçi gəlsə razı olarsan, Peyğəmbər buna canla başla razılıq vermişdi. Buna görə də bunu Həzrət Əlinin yanında deyəndə Həzrət Əli sevindi və Həzrət Əli xanım Fatimə-i Zəhraya elçi düşdü və bu evliliyi baş tutdu. Bu evlilikdə, məsələn, insanlar üçün, hər bir fərd üçün Peyğəmbər, Əhl-i Beyti nümunədir və qadınlar üçün xanım Fatimə-i Zəhra deməzdin, təkcə xanım Fatimə-i Zəhra qadınlar üçün nümunədir. Həmçinin bütün insanlar üçün, kişilər üçün də onda nümunə xüsusiyyətlər var. Nümunə olaraq fərdlər üçün bu şəxslərdir. Amma ailə modeli olaraq ailələr üçün nümunə hansıdır? Nəyə baxıb insanlar öz ailəsini tənzimləməlidir? Sırf bu ailəyə. Bu ailə nümunə bir ailədir, ailə modelidir. İnsan həyatında, ailəsində bir situasiya ilə qarşılaşdıqda baxmalıdır ki, Həzrət Əli bu situasiya qarşısında necə davranardı, ya xanım Fatimə-i Zəhra necə davranardı, buna uyğun hərəkət etməlidir və ailədə fədakarlığı da, hər bir müsbət xüsusiyyətləri də bu ailədən öyrənmək lazımdır. Çünki bu ailə üçün Həl-Əta surəsi, İnsan surəsi nazil olmuşdur. Bu ailənin fədakarlığına görə idi. Allah Teala gənclərimizə belə bir təmiz bir ailə, bu ailəni örnək alaraq ailə qurmağı nəsib eləsin. İlahi, sənə and verirəm öz izzət və cəlalına, etdiyimiz dua və ibadətləri özün qəbul elə. İlahi, dərgahına açılan əllərimizi naümid qaytarma. İlahi, amin deyən dilləri lal